Salam əziz izləyicilər, əziz şagirdlər, xoş gördük sizləri. Bugün sizinlə 2025-ci il test toplusundan çoxluqlar bölməsindən 34-cü sualın izahına baxacağıq. Demək, burada biz 2 dənə çoxluq qeyd edək. Məsələdə bizə nə deyir? Məsələdə bizə deyir ki, 14 nəfərdən ibarət bir qrup tələbəyə əyləncə məqsədi ilə Luna Parka gedirlər. Onların hər biri Luna Parkda ən çoxu 2 karuselə mindi. Bu karusellərdən hər biri üçün ödəniş 8 manatdır. Yəni bir karuseldən istifadə edənlər 8 manat pul ödəyəcəklər. Yalnız birindən istifadə edənlər. Sonra bizə deyir ki, 2 karuseldən istifadə edənlərə ikinci karusel üçün 25% nədir? İndirim tətbiq edilir. Tamam. İndi düşünək ki, biz hər ikisindən istifadə edəni hesablamaq istəyirik. Mən hər iki karuseldən istifadə edən birinci nağdı 8 manat ödəməlidir və bunun üzərinə ikinci belə deyək də karuselə minməsi üçün 25% indirim olunacaq. 25%-ində bir daha 75%-ni tapıb üzərinə gəlməliyik. Bu ümumilikdə olacaq. Hesablasaz görərsiniz ki 14 manat. Yəni hər ikisindən istifadə edən tələbələr cəmi 14 manat pul ödəməlidir. Tamam, burada məsələdə biraz geri dönüş eləsək baxsaq görərik ki, deyir ki, burada birinci karuselə 8 nəfər, ikinci karuselə 9 nəfər. Tamam, 8 nəfər plus 9 nəfəri hesablasaq görürük ki, burada nədir? 17 nəfər eləyir və orada ümumi şagirdlərin sayını, yəni 14-ü çıxsaq görürük ki, hər iki karuseldən istifadə edənlərin sayı 3 nəfər olur. Və məsələdə bizə demişdi ki, deməli deyir ki, bu karusellərdən biri üçün 8 manat, deməli birinci karuselə 8 nəfər. Birinci karuselə 8 nəfərdirsə, 3-ü buradadır. Artıq yalnız birindən istifadə edən 5 nəfər, digər karuseldə də deməli 9 nəfər demişdirsə, yalnız ikinci karuseldən istifadə edənlər 6 nəfər olur. Onda ümumi ödəniləcək məbləği tapmaq üçün biz nə edə bilərik? 5 plus 6, yəni 11 nəfər yalnız bir karuseldən istifadə edib 8 manatdan pul ödəyəcək. Üzərinə gəlirik, 3 nəfər də 2 karuseldən istifadə edib 3 vurulsun 14 olacaq. Bu da bərabərdir. Hesablasaq görərik ki, 88 plus 42 və bu bərabərdir 130 manat pul eləyəcək. Yəni cəmi karusellər üçün 130 manat pul ödəniləcək. Videonu diqqətlə izlədiyiniz üçün təşəkkür edirəm.